İmam İbn Teymiyyə rahimehullah öz fətavasında bir məsələ barəsində danışır. Həmin o danışığın əsnasında məsələni izah edəndə gözəl bir söz deyir. Buyurur ki, Rubbə təsbihətin min insanin afdalu min mil'il ardi min əməli qeyrihi. Allahu akbar. Bəzən deyir, insanın söylədiyi bir Subhanallah sözü, yəni bir kəlmə, təsbihat, Subhanallah deməsi, başqasının yeryüzünü dolduracaq qədər etdiyi əməlindən daha fəzilətli ola bilir. Allahu akbar. Bəzən, hərdən belə olur deyir. Bu, əziz qardaşlar, nəyə bağlıdır? Baxır insan o kəlməni, bir kəlməni, Subhanallah sözünü, hansı qəlbən deyib, necə deyib, hansı xuşu ilə, hansı yəqini ilə, hansı ixlasla deyib. Ona görə, əziz qardaşlar, bu bizə nə öyrədir? Heç bir əmələ xırda deyib tərk eləmə. Kiçik bir əməldir deyib tərk eləmə. Vallahi, bir Subhanallah sözü düz deyir İbn Teymiyyə. Başqasının yüzlərlə, minlərlə etdiyi əməldən daha üstün ola bilər.